Bismillahirrahmanirrahim. Azərbaycan Respublikasının xalq tərəfindən seçilməyən prezidenti İlham Əliyevin göstərişi ilə artıq 4 ay tamamdır ki, möminə xanımlar cəza çəkmə müəssisəsində sözün həqiqi mənasında zülm çəkirlər. Gözümüzü açandan bu sözləri eşidirik ki, din siyasətdən ayrıdır, din ayrı, dövlət ayrı. Əgər həqiqətən din siyasətdən ayrıdırsa, onda niyə görə saxlamısan o xanımlar orada? Nə işin var? Qoy getsinlər, ehsanlarını paylasınlar, ziyarətlərini eləsinlər, namazlarını qılsınlar, dinləri ilə məşğul olsunlar. Nəyə görə minlərlə dindarı xanımlar da daxil olmaqla qanunsuz olaraq şərləyib həbs eləmisən? İlham Əliyev. Deməli, yalan danışırsan. Onları özünə ciddi bir təhlükə kimi görürsən. Sənin maskanı cırırlar, cinayətlərini ifşa edirlər. İllərdir cəmaatı din siyasətdən ayrıdır, din ayrı, dövlət ayrı yalanları ilə aldatmısınız, yatırtmısınız. Çünki yaxşı bilirsiniz ki, sizin özbaşınalıqlarınızın, cinayətlərinizin qarşısında dayanan ən güclü maneə İslam dinidir və inanclı müsəlmanlardır. Onların heç bir günahı yoxdur. Oğurluq etməyiblər, cinayət törətməyiblər, ictimai asayişi pozmayıblar. Minlərlə dindarın, xüsusilə də xanımların şərlənərək qanunsuz formada həbsdə saxlanılmaqlarına etiraz edirik, azadlıqlarını tələb edirik.